Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Goranboyda məktəblinin qaçırıldığı iddia olunur. Goranboy şəhər 2 saylı tam orta məktəbin 9-cu sinif şagirdi. 2 gündür ki, yoxa çıxıb. Məktəblinin dərs vaxtı qaçırıldığı iddia olunur. Faktla bağlı Goranboy rayon polis şöbəsində araşdırma aparılır. Azərbaycanda boşanmaların təşəbbüskarlarının 70%-i qadınlar. Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi Təminat Şöbəsinin müdiri Taliyə İbrahimova Milli Məclisin Ailə, Qadın və Uşaq Hüquqları Konstitusiyon hüquqlarının əsası prioriteti kimi mövzusunda ictimai dinləmədə deyib. O bildirib ki, qadınlar boşanmalara səbəb kimi məişət zorakılığı faktları, xarakterin uyğun olmadığını səbəb göstərirlər. Qurum rəsmisi həmçinin söyləyib ki, son illər talasemiya ilə doğulan uşaqların sayında artım var. Talasemiya ilə doğulan uşaqların sayında 86% artım var. Bu da qohum evliliyi ilə bağlıdır. 3 və daha çox uşağı olan ailələrin sayı azalır. Ailənin çoxuşaqlı statusu alması üçün 5 və 5-dən çox övladı olmalıdır. Gələcəkdə çoxuşaqlı ailələrin sayını artırmaq üçün qanunvericilikdə də bu meyarları gözdən keçirməliyik. Cins nisbətində də ciddi problem var. Abortların sayı da durmadan artır. Alimentlərin ödənməsi ilə bağlı problemlər mövcuddur. Qanunvericiliyi nə qədər sərtləşdirsək də, aliment fondunun yaradılması vacibdir.